Baxa 28-ci suala. 28-ci sualda 3x kvadratı üstəgəlsin 10xy üstəgəl 7y kvadratı. Bu bərabərdir A vur B şəklində yazılıb. Bu vuruqlarını ayırsaq, x-i 3x-a vuranda 3x kvadrat eləyir və 7 və 7y-i də y-i də 7y-ə vuranda. Çarpaz vurub toplasaq 7xy 3xy 10xy verir. Deməli bizim vuruqlarımız olacaq x plus y və 3x plus 7y şəklindədir vuruqlarımız. Onda A-mız olsun x plus y, B-miz də olsun 3x plus 7y. İndi baxaq buradan cavablara. Deyir ki, A və B çoxədləri dərəcələri fərqli ədədlərdir. Baxaq. Çoxədləri. Bunun dərəcəsi A-nın dərəcəsi 1-dir, B-nin də dərəcəsi 1-dir. Dərəcələr eynidir. B-dən də ki, A və B bərabər çoxədlərdir, səhvdir. Əmsallar bərabər olanda bərabər olur. Bu səhvdir. A və B sərbəst hədləri fərqli ədədlərdir. Xeyr, bunların sərbəst hədləri 0-dır. A və B-də. D bəndən deyir ki, A və B çoxədlərin dərəcələri 2-yə bərabərdir. Səhvdir, dərəcələri 1-dir. Y-bən deyir ki, A və B çoxədlərin əmsalları cəmi 12-yə bərabərdir. Əmsallarını toplasaq, A-nın əmsalları 1 üstəgəl 1 2-ni verir. B-nin əmsalda 3 üstəgəl 7 10-u verir. Əmsalları cəmi də 10 üstəgəl 2 12-ni verir, düzdür. Deməli, birinci suala uyğun gəldi Y bəndi. Deməli, 1-ə uyğun gəldi Y bəndi. İndi keçək ikincini araşdıraq. İkinci A üstü 6 çıxılsın, A üstü 6 çıxılsın, 6A-nın kubu çıxılsın 16. Bərabərdir A vur, B vur, A kvadratı plus 2A plus 4 şəklindədir. İndi bunun vuruqlarını ayıraq. A üstü 6-nı A üstü 6, A üstü kubu, A kubuna vuranda A üstü 6 olur. 16-nı da mənfi 2-ni 8-ə vuraq. Bunu da çarpaz vurub toplasaq, baxırıq ki, 8A kub mənfi müsbət olur. Ona görə biz bunu müsbət, bunu mənfi götürək. Onda mənfi 8A kubu ilə 2A kubunu toplayanda mənfi 6A kubunu verir. Yaxşı. Deməli, düz ayırıq vuruqlarına. Onda A kubu plus 2 və A kubu minus 8 olur. Bunun bir də vuruqlarına ayırsam, A kubu plus 2, A kubu minus 8-i də A minus 2, A-nın kvadratı üstəgəl 2A plus 4 kimi vuruqlarına ayırarıq. Buradan da biz baxırıq ki, bu A, bu B, bu da üçüncüdür. Deməli, A, B-miz, A vur, B-miz bərabərdir. A kubu plus 2 vurulsun A minus 2-yə. İndi baxaq cavablara. Deyir ki, A və B çoxədləri dərəcələri fərqlidir. Düzdür, A-nın dərəcəsi burada baxsaq 3-dür, B-nin dərəcəsi də 1-dir. Bu düzdür, uyğun gəlir A bəndi. Deməli, bu ikinci idi. İkinciyə A bəndi uyğun gəldi. Buraya yazaq A bəndi. Sonra A və B bərabər çoxədlərdir, səhvdir. Fərqlidirlər. A və B sərbəst hədləri fərqli ədədlərdir. Düzdür. Birində müsbət 2-dir, birində mənfi 2-dir. Deməli, buna C bəndi də uyğun gəldi. Sonra D bəndində ki, A və B çoxədlərinin dərəcələri 2-yə bərabərdir. Yanlışdır. A-nın dərəcəsi 3-dür. B-nin də dərəcəsi, buna A demişik, buna B. B-nin dərəcəsi 1-dir. Sonra deyir ki, A və B çoxədlərinin əmsalları cəmi 12-yə bərabərdir. A-nın əmsallarının cəmi 1 üstəgəl 2-dir, olur 3. B-nin əmsallarının cəmi də 1 minus 2, mənfi 1-dir. Bunların da cəmi 2 eləyir. Yəni 12 deyil. Ona görə 1-ə uyğun gəldi A ilə C. Yalnız. Burada A ilə C-ni yaxşı yazaq ki, A, bir də C. Baxaq, indi üçüncüyə. A-nın üstə 4, üstəgəl 6A kvadratı plus 9. Bu ilə bizdə A plus 3-ün bağlanmış kvadratını verir. A kvadratı plus 3-ün bağlanmış kvadratını verir. Düzdür. Bu da nə deməkdir? Bu da elə A kvadratı plus 3 vurulsun A kvadratı plus 3 deməkdir. Yəni, A vur B. İndi burada deyək ki, A və B çoxədlərin dərəcələri fərqlidir. Səhvdə hər ikisində dərəcə 2-dir. A və B bərabər çoxədlərdir. Baxın, bərabərdirlər. Deməli, buna B bəndi uyğun gələcək. 3-ə uyğun gələcək B bəndi. Üçüncüyə. Sonra, A və B çoxədlərin sərbəst hədlər fərqli ədədlərdir. Səhvdir. Sərbəst hədlər hər ikisində 3-dür. A və B çoxədlərin dərəcələri 2-yə bərabərdir.
Düzdür, dərəcələri 2-yə bərabərdir. Buna D-də uyğun gəlir. Deməli, həm də D uyğun gəldi. 3-ə də uyğun gəldi. Deməli, B, D. Sonra baxaq. Bir saniyə, bunu buradan sileyim, 2 ilə qarışmasın. D uyğun gəldi və A və B əmsalları cəmi 12-yə bərabərdir, səhvdir. Bunun əmsalları cəmi 4-dür. Bunda da əmsallar cəmi 4-dür deyə cəmdə ümumi olacaq 8. 12 olmayacaq. Deməli, 3-ə də uyğun gəldi, B-dir. 1-ə Y bəndə uyğun gəlmişdi. Deməli, 1-ə Y, 2-yə uyğun gəlmişdi A ilə C, 3-ə də B ilə D.